Göydən yağan dörd bucaqları yan-yana düzmək psixoloji problemləri aradan qaldırır. Mücərrəd səsləndir bilirəm, amma alimlərin yeni bir araşdırmasıdır. Onlar deyirlər ki, Tetris oynayanların psixoloji vəziyyəti yaxşı olur. Tetris psixoloji travmanı azaldır. Tetris video oyunu travma sonrası yaranan xatirələrin azalmasına kömək edir. Bu nəticə 19 fevral 2026-cı ildə The Lancet Psychiatry jurnalında dərc olunur və Euronews tərəfindən yayımlanan elmi araşdırmada təqdim olunub. Tədqiqat İsveçdə Uppsala Universiteti, həmçinin Cambridge Universiteti və Oxford Universiteti alimlərinin iştirakı ilə aparılıb. Araşdırma post-travmatik stres pozuntusunun əsas simptomu olan qəfil və istənməyən vizual xatirələrin azaldılmasına yönəlilib. Metodun əsasını travmatik xatirələrin qısa xatırlanmasından sonra təxminən 20 dəqiqə Tetris oynamaq təşkil edir. Bu zaman beynin vizual məkan sahələri məşğul olur və travmatik obrazların formalaşması zəifləyir. Nəticələr göstərib ki, 4 həftə ərzində müdaxilə alan iştirakçılarda müdaxilə edici xatirələrin sayı həftədə 14-dən 1-ə düşüb. 6 ay sonra isə iştirakçıların 70% bu simptomlardan tam azad olub. Alimlər bildirir ki, bu üsul həm də narahatlıq və depressiya səviyyəsinin azalmasına müsbət təsir göstərir.